Reabilitasiya xidməti bitmir, özü elə böyük bir mifdir. Reabilitasiya bəzi vaxtlar 3 günlük, bəzi vaxtlar 3 illik ola bilər. Bu, individual bir yanaşmadır. Pasiyentin sağlamlığının onun fiziki göstəricilərində və yaxud da ki, travmasına bağlı ola bilər. Bunun üçün də dəyərləndirmə və pasiyenti yenə də maarifləndirmə önəmlidir. Bəzi vaxtlar bizim klinikada gedən reabilitasiya müddəti bitə bilir, amma artıq növbəti dövrdə həmən insanın inteqrasiyası, yəni cəmiyyətə inteqrasiyası, sosial həyatına inteqrasiyası dövrü başlayır. Bu da bir növ reabilitasiyadır. Burada artıq onun ailəsi, burada onun iş yoldaşları, dostları kömək etməlidir. Yəni, ümumilikdə götürsək, reabilitasiya qısa müddətli və uzun müddətli ola bilir.